Fəxr edirəm ki, balam şəhid olub. Diləm gəlmir bu sözü demək. Allah bütün şəhidlərə rəhmət eləsin, mənim də balam. Saatlı rayon sakini şəhid Fariz Novruzov doğulduğu torpaqda dəfn olunub. Döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gizir 26 yaşlı Fariz Əlabbas oğlu Novruzov hərbi xidmətini başa vurduqdan sonra 5 illik müqavilə əsasında yenidən xidmətini davam etdirib. Bu ilin martında müqavilə müddəti qurtarırdı. Noyabrın 30-da ermənilərin atəşkəsi pozması nəticəsində Fariz Novruzov düşmən gülləsinə tuş gəlib və xidmət etdiyi Ağdam ərazisindəki ön cəbhədə həlak olub. Şəhidin cənazəsi doğulduğu Mollavazlı kəndinə gətirilib və kənd qəbirstanlığında torpağa tapşırılıb. Şəhidin əziz xatirəsinə düzülən fəxri Qarağol yaylım atəşi açıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin, idarə, müəssisə təşkilatlarının, ictimaiyyətin nümayəndələri, şəhidin xidmət etdiyi hissənin hərbiçiləri iştirak ediblər. Qeyd edək ki, şəhid Fariz Novruzov ailəli idi, indi ondan bir övladı yadigar qaldı. Allah rəhmət eləsin. Jalə Bayramlı, Cabir Məmmədov, Səs TV.